Ipək yolunun üzərində yerləşən bu şəhər əsrlər boyu mədəniyyət, ticarət və sənətin mərkəzi olub. Burada hər küçə, hər dağ, hər daş sanki insana bir nağıl danışır. Məhz bu zəngin torpaqda illər öncə Azərbaycan kinosunun sevilən filmlərindən biri olan Bəyin oğurlanması da lentə alınıb. Məhz bugün Şamaxıya səfərimiz də təsadüfən deyil. Bəyin oğurlanması filmi ilə birbaşa əlaqəlidir. Ay cəmaət, ay yoldaşlar, bəri gəlin. Çox ayağa düşməyin. Bəyi biz oğurlamışıq. Nə istəyirsiniz? Bəyi biz onun üçün oğurlamışıq ki, icazə verəsiniz sizin toyu kinoya çəkin. Şərtimiz belədir. Hə, ya yox? Cəmi 7 yaşında atasını itirən Gülbar əmi 2 qardaş, 4 bacının ən kiçiyi olub. O vaxtdan çətinliklərlə mübarizə apararaq anasının yanında böyüyüb. Meşədən odun gətirib satmaqla evə çörək pulu qazanıb. Amma bütün çətinliklərə baxmayaraq təhsilini davam etdirib, texnikumu bitirib. Sonra yolu Qazaxstana düşüb, əskərliyə gedib. Tikinti batalyonunda xidmət edib, sürücü işləyib və ilk dəfə halal zəhmətinin bəhrəsini, öz qazandığı pulu məhz orada görüb. Bu, onun üçün yalnız pul qazanmaq deyildi, həm də həyata öz gücünü sübut etmək idi. Vətənə dönəndə isə taleyi onu həyat yoldaşı ilə rastlaşdırır. Qohum-əqraba, qonşular istəyirdi ki, Gülbar kəndin ağıllı, zəhmətkeş qızı Gülgəz xanımla evlənsin. Beləcə, 1972-ci ildə onların toyları baş tutur. O gündən başlayaraq iki gəncin hekayəsi bir ömürlü dastana çevrilir. 72-ci ildə el adəti toyumuz oldu. Allahın köməkliyi ilə anama köməkliyi gətirdim. Bir-birimizi elə qonşu kimi tanımışıq. Gülləri bir cür dedilər, filan kəsələr, elçi gəlir. Biz də o vaxt belə deyildi də. Ağlabatmaz işidir ki, bir qonşuda, bir məhəllədə belə bir şey Allahın qisməti oldu. Anama köməkliyi gətirdim. Daha önce evin buyruqçusu oldu. Evin xörək pişirəni oldu. Arvad qoca idi, yatıb dura bilmirdi. Mən də girdim işə, hökumətin işinə, başladım işləməyə. Gülbar əmi ilə Gülgəz nənənin övladları bir-bir dünyaya gəlir. Əvvəlcə Şəfiqə, sonra Salman, Əntiqə, Rəşidə və sonda isə kiçikləri Ramil. Atasız böyüyən Gülbar əmi artıq ata olur. O deyir ki, uşaqlıqda atasızlığın nə olduğunu yaxşı bilirdim. Buna görə də övladlarım o acını görməsin deyə gecə-gündüz çalışdım. Valla mən elə hərəkətlər eləyirdim ki, imkan vermirdim ki, çətinlik çəkim. Mənim şahidliğim odur, bu Əl Yusifdir. Biz texnikumda da bir oxumuşuq. Ondan sonra bir məhəllədə yaşamışıq, orta məktəbi də bir oxumuşuq. Mən fikirləşirdim ki, gör indi mən beləsiyəm. Gör atasızlar nə çətinliklə. Getdi, ildən çətin gəlirdi. Zamana pisləşirdi. Hər Bakıya gedəndə uşaqlar üçün səhər görüşləri var idi. Bakıda onlar üçün tort gətirirdim. Mən o vaxtı görməmişdim onları. Ancaq uşaqlarımızın səhər görüşləri olanda tortu kəsirdim uşaqlar üçün. Hamısı stolun arxasında səhər saat 9-da oturub onlar yeyirdilər. Dedim, heç olmasa mən görməmişəm, qoy balalarım görsün. Onlar özlərinin çəkdiyi əziyyətləri övladlarının da görməməsi üçün onları oxudublar, təhsil veriblər. Uşaqlarım sağ olsunlar, həm mənim sözümə, həm anasının, mamasının sözünə qulaq asdılar. Biz də təsir göstərdik oxumaqlarına. Uşaqlar instituta girdilər, ardıcıl, bir-bir. Qutardılar, başladılar işləməyə. Mən bir şeyi xatırlamaq istəyirəm ki, biz uşaqlara elə nəsihət vermişdik ki, uşaqlar bizim nəsihətimizdən çıxmırdılar. İndi də hal-hazırda biz bir-birimizlə elə rəftar eləmişik ki, balalarımız da həmən rəftara baxıb
eləsi hərəkət ediblər. Bir nəfər olub da, indi bu da hal-hazırda var da boşanmalar ardıcıldır. Deyir ki, niyə beləsi hərəkət edirsiniz? Deyir, uşaq eləyir. Uşaq kimdir? Uşaq sənin uşağındır da. Gülgəz nənə də söhbətə qoşulur. O keçmişlə bu günü müqayisə edərək deyir. Çətinlik də çox olub. 5 uşağı saxlamaq, kolxoz işinə getmişik, çətinliyimiz çox olub. Həmişə belə firavan olmamışıq. Elə uşaqlar oxuda, özümüzə gələ, gəlib çıxmışıq indi bu pilliyə. Çətinliklə böyütdük, tərbiyə verdik. Uşaqları yatızdırmışıq, işə getmişik. Uşaqlar gedib Bakıya oxuyub, biz də buradan onların ərzaqını, zadını aparmışıq. O vaxt belə firavanı yox idi ki, uşağa pul verəsən, uşaq gedib özündən alsın. Yox idi, pul çatışdıra bilmirdik. Süfrəni, belə şeyləri görəndə adamın gözünün qabağına gəlir ki, o vaxt belə şeylər yox idi. Həyətdə öz zəhmətimizlə süfrəni düzəldirdik. Belə işlər yox idi də, indi maşallah hər şeyin, indi növbə məsələ qablar, gələ bir növ qabı işlədirdik, bir növ istəsən işlədirdik, qutardı. Gülbar əmi isə həcc ziyarətini xatırlayanda kövrəldi. Həyat yoldaşı ilə birlikdə müqəddəs torpaqlara getməsi onun üçün ömrünün ən dəyərli səhifələrindən biri olmuşdu. Bu həcc ziyarətindən mən heç nə bilmirdim. Yuxu kimi gəldi. Kollektivin içində oturmuş, dayanmışdıq. Kollektivdən bir yolda 5 nəfər idi. Bir nəfər mənim müəllim idi. Müəllim sual verdi ki, siz də gedəcəksiniz həcc ziyarətinə. Dedim, valla mən bilmirəm həcc ziyarəti nə deməkdir. Bu söhbət kəsdi, tez gəldim evə. Dedim ki, bəlkəm qadın arasında bu Gülgəz xanım ağzından çıxardıb ki, həcc ziyarəti var. Dedim, mənə beləncə sual verdilər ki, həcc ziyarətinə gedəcəksən. Dedim, dedilər də, sən getmədin ki, həcc ziyarətinə, onların deməyinə. 2 gündən sonra mənə zəng gəldi ki, bir dostum, pəs Bakıya haça gedəcəksə, onda mən Bakıda işləyirdim. Pasportu aparmaq lazımdı oğluma verməyə. Bu verdi, pasportu apardım, zəng elədim, oğlu gəldi, götürdü. Dedi ki, yox, bu şəxsiyyət yox, mənə xarici pasport lazımdır. Pəs sən bilmirsən, əmid ki, papan həccə gedəcək. Dedim, nə danışırsan? Papan həccə gedəcək, pəs mənə niyə deməyib? Bir nəfər vardı, Hacı Yaşar. O gəldi, dedi ki, pəs sənədlərinizi hazırlayın, mən aparacam. Dedim, axı biz hələ namaz qılmaq zat bilmirik. Dedi ki, mən sizə kitab verəcəm, hələ 2 ayda vaxt qalıb getməyə. Kitabı verdi, valla elə bil ki, sübh namaza ki dururduq vaxtında. Sübh namazda bu surələri oxuyub, bir həftənin içində hamısını öyrəndik. Eşitdim ki, Hacı Yaşar gəlib, getdim, dedim ki, gəl imtahan götür. Gəldi, getdim birinci dəstəmaz tutmaq, sonra başladım namaz qılmaq. Dedi, sən dedi, elə bil ki, gedib gəlmişsən. Orada getdi, ziyarət elədi, Allah Teala hamıya qismət eləsin. Kimin ürəyində varsa, onlara da qismət eləsin, getsinlər, onlar da ziyarət eləsin, gəl. Mən getdim, oradan gəldim. 5 ildən sonra belə oldu ki, məsləhətləşdi ki, getmə fikrim var. Xalamın nəvələri var, qız. Bir də oğlan. Bunlar gəldilər, dedilər ki, bu kişi gedib, bizi də, nə ola, bu gedə bizi də aparsın. Bu kişi 3 qadın, bir oğlanı götürdü, apardı bizi bir bələdçi kimi, xalamın qızları ilə. Ziyarətimizi elədik, gəldik, Allah Teala hamıya qismət eləsin, hamı getsin, görsün. İnan məsələsi 1-ci dərəcəlidir, o heç. Sonrası da getməkdə adam aeroporta gedirsən də həyəcanlanırsan, uzaq mənzildir, burada yoldaşlıq lazımdır, burada mühit dəyişilir. Əməlləri həll eləmək, hamısına əməl eləməlisən. Hər şeyi getdik. Özdə isti ölkə. İsti ölkə, getdik, ziyarət elədik. Elə oldu ki, bir ad günümü də orada keçirdik. Bugün onların ailə ocağına artıq 50 ildən çoxdur ki, nur yağır. 50 illik ömür gün yoldaşlığı geridə qalıb. İndi onların 16 nəvəsi, bir nəticəsi var. Söhbətimizin əvvəlində dediyimiz kimi Şamaxıya gəlişimiz təsadüf deyildi. İndi isə səfərimizin ən həyəcanlı anı illər öncə Bəyin Oğurlanması filmində rol almış qızları illər sonra yenidən görmək idi. Gülbar əmi həmin günləri belə xatırladı.
Uşaqlar balaca olanda bir şey xatırlayıram. Burada bəyin oğurlaması kinosu çəkilirdi. Uşaqlar da hələ körpü idilər. Biri lap balaca idi. Onu Ceyhun Mirzəyev gətirdi, oturtdu yayanların yanında. Hansı qızınız idi? Rəşidəni. Əhməd dayı, necə bilirsən? Gedək gəlini gətirək. Ancaq Şəfiqə ilə Əntiqəni ortada gəlini aparanda ortada oynayan momentində 2 dənə qız uşaq oynayır, ayağı yalın. Onlar Əntiqə ilə Şəfiqədir. O vaxtı mənim yaddaşımda qalan, mənə pul vermişdilər. Elə bil məni o kinoda çəkdiklərinə görə bizə pul verdilər. Mənim yaddaşımda o pul qalmışdı. 45 manat pul idi, bir də 3 dənə 20 qəpik. O mənim çox, sevindim ki, mən burada nəsə əziyyət çəkmişəm, məni qiymətləndiriblər. İllər sonra o qızlarla görüşmək, onların həyat hekayələrini dinləmək həm bizim, həm də onların qəlbini riqətə gətirdi. Şəfiqə xanım indi Azərbaycanda yaşamasa da, o xatirələr onun üçün də unudulmaz idi. Elə dünən baş verib. Hamısı gözümün qabağındadır. Bizim kəndimizdə kino çəkilirdi, bəyin oğurlanması. Orada toy səhnəsi idi və dedilər ki, yaxşı oynayan bizə uşaqlar lazımdır. Təsadüfən bizi dəvət elədilər və mən və bacım həmən səhnədə yer aldıq. Demək, səhnə də ondan ibarət idi ki, elə bir kişi oynayır və biz 2 uşaqla. Demək, biz elə oynayırıq ki, həmən kişi yorulur, çıxır, amma biz yorulmuruq. İnsanlarla ünsiyyət quranda deyirlər hardansan, deyirəm Şamaxının Məlhəm kəndi Qürurla. Və ilk öncə də deyirəm ki, bəyin uğurlanması kinosuna baxmısınızmı? Mənə deyirlər ki, hə, baxmışıq, ona baxmayan adam varmı? Deyirəm, mən həmən o kinoda oynayan balaca qızam. Gülbar əminin bu sözləri çəkiliş komandamızı həqiqətən də duyğulandırdı. Gördüyünüz bu bağı, bu bağçanı nənə ilə baba birlikdə ediblər. Və Gülbar əmi deyir ki, biz bu bağı, bu bağçanı əlimizlə salmışıq. İstəyirik ki, bizdən sonra da kolluğa dönməsin. Övladlarımız, nəvələrimiz bu torpağa, bu dünyaya sahib çıxsınlar. Bu sözlər sadəcə bir arzu deyildi, bir nəsihət, bir vəsiyyət kimi səslənirdi. Gənc nəsillərə, məsəl üçün öz nəvəm, 16 dənə nəvəm var, bir nəticəm var. Onlar hər il də olmasa 2 ildən bir hamısı gəlir. Bu yaratdığım, baba bu həyəti hər il mən bu hərəkətləri eləyirəm. Burada xiyar, orada pomidor, orada biber, orada lobya, orada sarımsaq, bu bağçalar, alması, ona qozu. Deyirəm, bala, görürsünüz, gələcəkdə xatırlayın ki, yadınızdan çıxmasın, babamız, nənəmiz bu qoyub gedib bizi üçün. Siz də balaları üçün, nəvələri üçün eləncə hərəkət eləyin. İstər o şəhərdə, istər qıraqda. Beləncə şeyləri əsirgəməyin. Biz bunları siz üçün eləmişik. Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olur. Mənim fikrim odur ki, bu həyat baca necə olub bizim devirdə, yaşlı da olsaq, zəhmətlə də becərsək, gələcək nəsil də bu hərəkəti eləsin, öz halal zəhməti ilə dolansın. 5 günlük dünyadır, bu gün var o sabah yox. Şamaxıya bu dəfəki səfərimiz də bizə bir daha sübut etdi. Hər kəndin bir dastanı, hər ailənin bir romanı var. Könül dəftərim isə bu romanları yazıya deyil, yaddaşa köçürür.